gəldi. O da geyimi olsa isti, qalın geyimli də Əlbəttə ki. Təbii ki. Təbii ki. Əmədəm, siz sən həmişə mənimləsən tamaşasında bildiyimə görə final səhnəsində sizin ayağınız sınmışdı və oradan birbaşa xəstəxanadan gəlmişsiniz sonra. Yox, ayağım sınmamışdı. Bir ağır belə bir şey düşmüşdü üstümə. Şeydə Futbol oynayanda. futbol oynayanda yuxarıda patlanqa yoxdu, o düşmüşdü üstümə. Vay, ağır. Əlbəttə ki, больницada yatırdım. Və o axırıncı səhnələr ki yoxdur, qızın getmə səhnə var idi. Siz də onun arxasınca düşürsünüz. Onu xəstəxanadan gəlirdi, mən gətirdilər, iynə vururdular, çəkirdim, bir də gəlirdim. Adım yer üzüne gelir insan yer üzünü seyre çıkar adım 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 geler seher adım adım gider gece can. Bir neçə gün Yox, 2 gün, çox yox, 2 gün. ya çətinliklə gəldiniz. Onda Rasim mənim öz maşınında mənə başa salırdı ki, bu belə elə, belə. Öyrədirdi də, yəni. Mən düşünürəm ki, bəlkə biz Əhməd müəllim bu verilişdə belə bir yenilik edək. İndi gedəyin Rasim Balayev görəyim. Nə məsləhət? Əla, yaxşı olar. Çünki biz qeyd edirəm ki, biz Cümhur İttifaqının yaxınlığında bir restoranda Çox yerləşmişik. gözəl olar, çox Və gözəl olar. 37 ildən sonra sən həmişə mənimlə sən tamaşasının qəhrəmanlarını görüşdürmək ideyası ağlıma gəlir. Əla olar. Getdik. Getdik. Biz Əhməd Salahovla hal-hazırda Kino İttifaqdayıq və gəlmişik Rasim Balayevlə görüşməyə. Deməli, sən həmişə mənimləsən tamaşası haqqında xatirələrimizi danışacağıq. Mən istəyirəm Əhməd müəllimdən biraz elə burada bax bu konfrans zalında Kino İttifaqda biraz söhbətlər eləyək. Bu tamaşa necə çəkildi və necə oldu sizi dəvət etdilər və tamaşanın mən biləni 2 rejissor olub. Tariyel Vəliyev və bir də xanım. Bu tamaşa demək 87-ci ildə 3-cü kursda oxuyurdum universitetdə. Bəli. Orada çağırdılar, dəvət etdilər ki, bəs Rasim müəllim deyib ki, gəlsin ASTV-yə bizim Azərbaycan televiziyası. Ora. Üzrsən, bəs Rasim müəllim sizi bundan tanıyırdı mı? Əlbəttə ki, mən o vaxta qədər çəkilmişdim Nizami filmində. Hə, Nizami filmi, bəli. Nizami filmində. 2 rejissor işləyiblər, düzdürmü? 2 rejissor idi, Hörmətli Tariyel Vəliyev, bir də Pepina var idi. Yəni hər ikisi rejissorluq edirdilər, kadrları bir yerdə çəkirdilər, düzdürmü? Yox, orada Gülşən xanım orada çox olmurdu. Əsas çəkirdi Tariyel müəllim. Tariyel Vəliyev. O çəkirdi. Əmr müəllim, o tamaşada maraqlı ondadır ki, siz deməli həqiqətən də Əhməd Salahovun o ən gözəl, ən yaraşıqlı, indi də xarizma qalıb və danışmama, yəni söz yoxdur. Danışmadan o mimikalarla, jestlərlə və gülüşlə işləmək, hə? Yox, orada sözlər var idi. Orada sözlər var idi. Məşq vaxtı Rasim müəllim dedi ki, sən o teksti qoy qırağa.
Orada sözlər var idi. Var idi. Var idi. Fəryal müəllimə dedi ki, gəlin belə bir dənə belə bir eksperiment edək. Baxaq da, baxaq görək alınlar bunda yoxsa yox. O deyir oynayır da. Nəyimə lazımdır o çəkisi danışır. Belə də çəkildi. Maraqlıdır. Bax, deməli orada deməli Əhməd müəllimlə ancaq mimikalar var, gözlər var, baxışlar danışır və hətta o dava səhnəsində də gəlib susaraq gəldiniz də orada. Hə. Və bu gənc bir tələbənin bu çətin deyildi ki. Yəni hələ 3-cü kursda oxuyurdunuz özü. 3-cü kursluydum mən. Yox, nəyə çətin? Yaxşı kollektiv var idi, çəkiliş qrupu var idi. Fəryal müəllim hamımız bilirik ki, çox gözəl rejissorumuzdur. Ona görə çox çətinlik olmadı. Neçə dubl çox olub yoxsa? Yox, yox, o qədər də olmurdu. Yaxşı idi, az olurdu, dubllər çox az olurdu. Əmin müəllim, o tamaşada Məlaid Abbasova əslində çox böyük heyət yox idi. Son Muxtar Maniyev rəhmətli, Səfrə İbrahimova. Onlarla təmas necə idi? Sizin səhnələr yox idi. Mənim yox idi onlarla səhnə. Mən də o səhnələrdə olmayanda heç çəkiliş meydançasına gəlmirdim. Yox, amma orada çəkilişdə yox idim. Mənim yerlərim ancaq çoxu Məlaid xanımla idi. Bundan öncə Məlaid xanımla tanış idiniz yoxsa? Onda o da bizim universitetdə oxuyurdu da, orada teatr universitetində. Neçənci kurs? Bilmirəm, o deyəsən 4-cü kurs. O məndən yaşlı balacadır, amma mən 1-ci kursdan sonra getdim, əskərliyə gəldim. Onlar artıq daxil olmuşdular. Kasting olmuşdu yoxsa? Yox, heç bir kasting yox. Heç. Gələn kimi ondan 1-3-4 gün məşqlər, sonra çəkilişlər. Məkan hardaydı? Harda adətən Hamısı Bakıda, buradadır. Burada çəkilmişdi. O Telestudiyanın içində o səhnə var idi, orada o diskoteka səhnəsi orada. pavilyon qurulmuşdu. Yox, pavilyon deyildi, orada ASTV-nin bufeti idi deyəsən. Belə bir yer. Başqa yerlərdə hamısı da şəhərdə idi, şəhərin içində. O tamaşaya çox gözəl həqiqətən mahnı da bəstələnib. Bizim dostumuz Qasım müəllim. Qasım Xəlilov. O elə bir şey, o mahnı harasa eşidilən kimi mənim gözüm qabağına siz gəlirsiniz. Yəni o səhnələr, Ay gecə mahnısı, sonra o deməli müəllifin özü ilə görüşmüsünüz nə vaxtsa Qasım müəllimlə? Heç görüşməmisiniz həyatda. Deyəsən bir dəfə görmüşəm o telestudiyada, bir dəfə. Deyəsən gəlmişdi. Bəlkə də mahnını zəbt çəkiliş vaxtları mən bir dəfə gəlmişdim, bir dəfə. Amma belə hər gün yox, hər gün görüşmürəm. Mahnı özü xoşunuza gəlir həmin? Yaxşı mahnı, əlbəttə. Siyyəmdəki harəkətdən ürəkdir, mən səhər mənə gərəkdir. Onsuz ki insan ömrü görəkdir, niyə belə uzanırsan ay gecə, ay gecə, ay gecə, niyə belə uzanırsan ay gecə, ay gecə. Zirzəmi filminə bilirsiniz, toxunan vaxtdan istifadə edək. Zirzəmi filmi, mən baxdım, siz orada epizodların birində varsınız, qonaqlıq səhnəsində. Fərman Şəkili, Allah ona rəhmət eləsin, memar rolundadır. Siz onun, belə deyək də, yiyib-içən dostlarından birisiniz. Yığışırsınız və bu hər dəfə pul tapır, həyat yoldaşından pul alır, başlayır, deməli, içki almağa, araq almağa. O film neçənci ildə çəkilib, harada çəkilib? O da köhnədir, o da 90-cı ildir. 90-dan sonradır, 90-cı ildən sonra çəkilən filmdir. 90-dan sonra çəkilibdir. Çox da yadımda qalmayıbdı. O səhnəcə yazıza gəlir. Səhnələrdə olmuşdum orada. Yiyib-içmə səhnəsi yazılır. Elə az, ona görə ki, çox olmamışım orada. Onlar hamısı aktyorlar idi, yəni, yoxsa? Yox, aktyor yox idi, az idi aktyorlar. Fərman idi, Fərman idi, az idi, aktyor az idi. Çox yadımdan çıxıbdı o film. Başqa hansı filmlər biz görməmişik, Əhməd müəllim? Biraz da Rus kinematografiyasında, biraz ruslardan Mosfilmlə işləmisiniz? işləmişəm.
Ölüm Cəzası filminə çəkilmişəm. Bu 86-cı ildə. Bir də 2000 neçə idi bilmirəm. Muşin İplaç, Kişilər Ağlamır serial var idi. Kişilər Ağlamır, hə. Bakıda orada çəkilmişəm. Hə. O filmdə çəkilmişəm. Mosfilmdə işləmək olan sistemi necə idi? Rahat, çox yaxşı. Çox yaxşı. Rejissorları ilə işləmək. Bütün. Qonorarlar necə idi? Laf yaxşı. Sovet aktyorlarından belə deyək də kimdənsə ünsiyyətdə olmusunuz? Məşhur sənətkarlarla. Bəlkə həyatda görmüsünüz belə bir. Əlbəttə görmüşəm. Əlbəttə. Kimdən məsələn? Bizə 86-cı ildə 13-cü İttifaq Kinofestivalı var idi orada. Bizə o diplomları Tixnov özü verib. Vyacheslav Tixnov. Slav Tixnov. Bizim bir qrup yoldaşımız var idi, Qadir. Bizlə bir yerdə teatrda işləyirdi. Onları aparmışdı Gəncədə dostlara göstərməyə. O şəkil məndə var idi. Tixnovla olan şey. Onun verdiyi şey. Amma o rəhmətə gedib. Ondan sonra da bütün şəkillər, albomlar, filmlərdən olan çox şəkillər hamısı Qadir bildədi Gəncədə. Bilmirəm, evlərini də tanımıram ki, adam bir dəfə gedəndə heç olmasa gedib xahiş eləsin, bir götürsün, baxsın. Vay vay vay, o siz olsa yaxşı olar. Orada Sovetski ekranda şəklim var idi, üst qabında. Var idi, əvvəl onlar var idi. İndi yoxdur, indi evdə məndə, hardan. Onda sizin Tixnovla şəkliniz olub. Var. Biz indi Sən həmişə mənimləsən tamaşasının qəhrəmanlarını görüşdürdük 37 ildən sonra. Əhməd Salahov və Rasim Balayev. Addım yol eyləyər, ürəklərdə xatirələr, qəm sevincin, sevinç qəmin qarasınca addım ana bizi böyüdükcə özü çatar, qocalığa addım gələr səhər, addım gedər gecə. 37 ildən sonra. Yəni düz arada görüşmək olub. Arada təbii ki görüşüblər Rasim müəllimlə. Amma tamaşa haqqında 37 ildən sonra indi görüşürlər. Bəli. Görüşmüşük amma çox təəssüf ki sonra Əhmədin davam vaxtları idi. Yaxşı filmlər çəkilirdi. Biz tərəf müqabili olmadıq sonra o tamaşadan sonra. Tamaşada bir yerdə çəkildi. Və o mən bilən Nizami filmi ilə başladı. Bəli, Nizami filmi. Müslüm Maqamayevlə çox gözəl həqiqətən. Rasim müəllim, bu təklif olub ki, Əhməd müəllim elə bir ki, bu tamaşada teksti olub, amma güya ki, bunu Rasim müəllim təklif edib ki, danışmasalar yaxşıdır, gözləri danışsın qoy. Yox, valla, mən o işlərə qarışmırdım. Rejissor işi oldu. Bəli, rəhmətli Gül Əhmədova, Bəli. Martinova, onun təklifi oldu ki, bilsən, əsas ümumiyyətlə, bilirsiniz də, bu televiziya tamaşasıdır ya kinodur. Bu, təbii ki, burada mətn lazımdır, amma orada mətn yığcam olmalıdır. Yəni, teatrdakı kimi, məsələn, aktyor var ki, uzun monoloqlar deyir. Uzun monoloqları ümumiyyətlə kino, televiziya sevmir. Çünki orada təsvir var axı, təsvirlə və o da təklif elədi ki, bu orada söz də deyə bilərdi, amma sözsüz daha maraqlıdır. Yəni baxışlarla, o qıza vurulmağın, təbəssümü. Bəli, yəni əsas o Gülə xanım onu tələb eləyirdi ki, elə bizim özümüzü də, məsələn, mən də Məlahətdə deyirdi ki, o teksti mənə, mətni mənə fikirləşin, mənə onu, çünki bəzi adamlar var ki, ona əzbər deyirlər. Bəli. Amma təbii o işdir axı. Bəli. Yəni, bax, onun təklifi idi və mənə elə gəlir ki, çox yerində olan bir təklif idi.
Bilsən nətərdir? Bu da bir şansdır. Elə bir Əhməd elə dövrə düşdü ki, gəldi kinoya, sonra kino 90-cı yavaş-yavaş 90-cı illərdə kino yavaş-yavaş zəiflədi. Daha doğrusu film çəkilmədi. Çünki onda elə faktora vardı ki, Bəli. o çox filmlərə çəkilə bilərdi. Təəssüf ki, o dövrə düşdü. Amma bu Rasim bəy, bu özü də uğurdur ki, məsəl üçün o həmin tamaşaya çəkiləndə 3-cü kursda oxuyub, tələbədir hələ. Yəni deməli özü deyir ki, yəni mən belə bir aktyorlarla bir yerdə çəkilmək mənim üçün yəni bir şərəf idi. Yəni Rasim Balayev artıq onda məşhur aktyor idi. Yox, mən elə özüm məsələn elə aktyorlarla çəkilmişəm. Mən özüm sevinirdim ki, İsmail Osmanlı ilə və yaxud Məmməd Rza Şəxsəvanovla və yaxud Səməndər Rızayevlə sonra başqa belə Yusuf Vəliyevlə məsələn bu aktyorlara mən özüm bir onların fanatı idim. Birdən-birə gəldim, onlarla tərəf müqabili oldum. Bu özü aktyor üçün çox sevindirici bir haldır. Amma mən yenə də deyirəm də, yəni indi bizdən asılı olan və olmayan səbəblərə görə çox təəssüf ki, Azərbaycan kinosu 90-cı illərdən sonra yavaş-yavaş səngidi, tək filmlər çəkildi və bugün də heç çəkilmir. Amma inşallah hələ o cavandır. Ümid eləyək ki, yaxşı olacaq, o da çəkiləcək. Amma hər halda mənə də baxmadan teatrda çalışır. Teatrda belə fəaliyyət göstərir. Ümumiyyətlə mən həmişə o sözü təkrar eləmişəm, indi də deyirəm. Normal aktyor teatrda olmalıdır və imkanı olanda kinoya çəkilməlidir. Çünki teatr gündəlik, məşqli, dinamika var orada. Bəli, o formada olur həmişə. Amma kinoyla bir də gözəl sənə elə ola bilər ki, bir il çəkiləsən, bir-iki filmə, sonra 2 il sənin üçün rol olmasın. Adam belə deyil, paslanır da. Amma teatr aktyoru həmişə formada olur. Teatr aktyorları ki, formada saxlayır. Ona görə də mən teatrda uğurlar diləyirəm, yaxşı rollar oynasın. Əhməd bəy, mən istəyərdim ki, kinomuz inşallah inkişaf mərhələsində başlayanda Rasim müəllimlə Əhməd müəllim hansısa bir filmdə yenə qarşılaşsınlar. Mən fəxr eləyərdim onunla, Rasim müəllimlə yenidən bir dənə başqa bir işdə. Çünki orada siz üz-üzə gəlməmisiniz, amma burada rastlaşa bilərsiniz. Bəli, bəlkə. Onlar da bəlkə də görək də. İnşallah. Rasim müəllim, sonda bu tamaşada... O tamaşada çox uğurlu çıxmışdı və elə o biri rolda yaxşı idi. Dediyim odur ki, elə şeylər var ki, o bizdən asıl deyil. Bəli. Və arzu edirəm ki, və biz özümüz də o arzu ilə yaşayırıq ki, nəhayət Azərbaycan kinosu öz yoluna düşsün və filmlər çəkilsin. Əgər çəkiləcək olsa, yəqin ki, Əhməd həmin rollarda, çox rollarda çəkiləcək və mən bu işdə ona uğurlar diləyirəm. Çox sağ olun, Rasim müəllim, xoş olun. Çox sağ olun. İzləyəcək filmlər biraz toxunaq. Burada da yaxşı